eyni ciddi yanaşacağıq Qurban Qurbanov. Qələbənin asanı müasir futbolda yoxdur. O daxili liqada ola bilər ki, indi səviyyə fərqi o qədər yuxarı olsun ki, Qarabağ çıxsın rahatlıqla qələbə qazansın. Bu cür turnirdə biz buranın hələ indi düzdür, nəticələrimiz böyük olsa da özümüz o maştabda, o büdcələrlə, o ulduz futbolçulara qarşı mübarizə aparmaqla hələ tam da o səviyyələrə gəlməmişik. Amma bax bir şey deyim, oyundan qabaq dedim ki, bizə meydançada azarkeş yox, kişili qadınlı 30 min əskər lazımdır ki, 11 xüsusi təyinatlı döyüşçüyə və komandir Qurban Qurbanova dəstək olsunlar. Hamımız əl-ələ verək və qələbə qazanaq və Qurban Qurbanovun ritorikasında xüsusən o məqamı qeyd eləməsi, azarkeşlərə təşəkkür eləməsi bu çox vacib amildir. Amma mən açığı daha istəkli bir azarkeşlik görmək istəyirəm. Məsələn, dünən bizim də efirdən eşidirik, televiziya qarşısından baxırıq, amma Qalatasarayın çox inanılmaz bir dəstək nümayiş elətdirirdi azarkeşlər Liverpool'la maçda. Orada da asan oynanan döyüşlər, savaşlar. Bax, mən istəyirəm ki, meydana gedən ki, azarkeşlər var. Bəli, onlar bugün hətta biz bilirik ki, bilet əldə eləmək də elə asan məsələ deyil. Əlbəttə. İndi biz efir qarşısından, kimisi xaricdən, kimisi bizim regionlardan ekran qarşısında onu izləyirik, amma o 30 min tamaşaçı, o 30 min deyil də, o 10 milyonluq xalqın 30 min təmsilçisidir o stadionda, arenada. Və onlar elə hayqırmalıdırlar, elə dəstəkləməlidirlər Qarabağa. Hətta ucuzanda belə, hətta oyun getməyəndə belə ki, Azərbaycan xalqının o 10 milyonun əzəmətini hiss eləsin Qarabağ. Vallahi bu çox vacibdir. İndi biz danışırıq, kimsə deyək ki, burada rəngarəng cümlələr, burada pafoslu nitqlər deyil. Azarkeşlik, azarkeş ənənəsi futbolun bir parçasıdır. Azarkeşin də öz rolu var. Bax, bəzən, indi mən açıq deyirəm də, bilmirəm, o da yanıltıcı ola bilər, çünki biz ekran qarşısından baxırıq, amma o bizim Qarabağın o düşdüyü ki, dəqiqələr var idi oyundan. Nasıl gördük ki, ağır gedir, haradasa çətin gedir. Bir anlıq monitorda Qurban Qurbanovla Elçin Rəhmanovun məsləhətləşməsini göstərdilər. Sanki onlar da çıxış yolları axtardılar, kimi çıxaraq, kimi salaq, necə dəyişikliyə gedək, nətər eləyək ki, biraz oyunu öz qapımızdan uzaqlaşdıraq. Və bu anda azarkeşlərin uğultusu gərək meydanı batırardı. İndi bilmirəm, bəlkə də elə olub, çünki dediyim kimi efirdən çox